Tormozun mayeyyəsi və antifriz. Plus vaxtımız qalsa sim kartı da əlavə edəcəyik. Tesla'nın öz funksionallığı var ki, biz havasını avtomobilin öz daxili servis modundan çıxarda bilirik. Biz sevirik də ki, öz işimizi özümüz görək və bu işləri gördükcə də öyrənək. Fikir versiz dövrüyə gedir. İndi tormoz mayeyyəsi əlavə olunur deyə tormoz sistemi artıq qoşulub. Deməli dostlar, dəmirçi işlərimiz yekunlaşıb artıq. Növbəti mərhələ gedirik malyarın yanına. Nömrəmizi aldıq. Nömrəmiz də üstündə. Evə gedə-getdə başlayıb işləməyə artıq. Bizdə benzin qapağı olmadığına görə adətən güzgü qapağını göndərirlər. Bu da rəngə tam olaraq hazırlanacaq. Necə birinci dəfə görürəmsə, birinci dəfə də sizə göstərirəm. Yeni gün, hər kəsə salamlar dostlar. Gəlmişik yenidən servisə, maşınımızı gətirmişdik, deməli servisə, Xəyyam da artıq gəldi. Deməli bizim maşında kiçik bir işimiz qalmışdı. Antifrizin əlavə olunması, çünki maşın gələndə antifrizsiz gəlmişdi. 5 ay müddətində G48 antifrizlərin buxarlanma ehtimalı ola bilər və tormoz şlanqımız partladığı üçün tormoz mayeyyəmiz də yox idi. Bugün onu dəyişəcəyik. Bir də Xəyyam gəlib. Bir yerdə gəlmisiniz. Deyəsən nömrə də əlavə eləyəcəyik. Deməli, tormozun mayeyyəsi və antifriz. Antifriz plus vaxtımız qalsa sim kartı da əlavə eləyəcəyik. Görək, nə işlər görəcəksə burada. Baxaq, bu şlanqımızı dəyişmişdik. Başlayaq işlərə. Deməli, biz buradan antifrizi əlavə eləyəcəyik. Antifrizlərimiz Vavoline G48 xüsusi antifrizdir bu. Yəni həm batareya, həm də mühərrikə gedir bu antifrizlər. Buradan əlavə eləyirik, amma havasının çıxardılması məsələsi var. Havasının çıxardılması məsələsində tema nədir? Tesla'nın öz funksionallığı var ki, biz havasını avtomobilin öz daxili servis modundan çıxarda bilirik. İndi mən sizə onu göstərəcəm və daxil oluruq sistemə. Burada sistemdə hamısı göstərir. Açar. Tamam, buyur, açar. Buradan da Xəyyam antifrizi dabafqa eləyir. Əslində bu bütün prosedurları hansısa ustaya elətdirə bilərdik, amma biz sevirik də ki, öz işimizi özümüz görək və bu işləri gördükcə də öyrənək. Çünki bu sistemlər hamısı yenilənir. Hər il yeni sistem gəlir, hər il yeni update'lər gəlir və bu update'lərdə də maraqlı yeniliklər olur. Ona görə həm öyrənirik, həm də belə kimi videolarda da öyrədirik. Və hazırda ses gedir. Fikir versiz dövrüyə gedir və real olaraq da görmək olur. Yəni əlavə hansısa bir cihaza, aparata və s. qoşmağa ehtiyac yoxdur maşına. Birbaşa maşının öz funksionallığıdır ki, bunu əlavə eləmək olur. Antifrizi əlavə elədik. Antifrizlə prosedur yekunlaşdı. İndi tormoz mayeyyəsinə əlavə eləyirik. Hardasa 12 litrə yaxın antifriz getdi. 1 litrdə təxmini tormoz mayeyyəsi gedəcək. Sistemdən görmək olur ki, artıq bütün sistemdə rahat şəkildə bu tormoz sisteminin quruluşudur. İndi tormoz mayeyyəsi əlavə olunur deyə tormoz sistemi artıq qoşulub. Antifrizlə də məsələ artıq həll oldu. Bütün bunları həll eləyirik ki, rahat şəkildə həm də dəmirçi öz işini görsün. Çünki maşın istərsəməz dala, qabağa olunmalıdır. Bütün proseslər getməlidir. Ona görə maşının hərəkətli hissələri hazır olmalıdır ki, dəmirçi rahat şəkildə işləsin. Deməli dostlar, dəmirçi işlərimiz yekunlaşıb artıq. Gəlin mən sizə göstərim. Qapı dəyişildi tam olaraq. Yeni qapı qoymuşuq. Qara rəngli düzdür qapı, ancaq qapının indi rəngi sözsüz ki, rənglənəcək. Və bu kırladakı görülən işlərdir bu formada. Yəni çox kiçik bir zədə idi. Ciddi bir zədə yox idi. Əsas aşağı hissə idi, askı hissəsi idi. Ora həll oldu. Ondan sonra digərlərdə görüldü. Gəlin mən sizə bu hissədəki işi də göstərim. Və burada da kiçik bir zədəmiz var idi. Bunu da Bəxtiyar usta həll elədi. Fikir versiz burada xəttdə. Xətt tam olaraq zavod kimi işlənilib. Yerdə qalanın da malyar həll eləyəcək. Arkası da bu formada yığıldı tam olaraq. Arkasında heç bir zədə yoxdur. Böyük ehtimalla heç bir kraskaya da ehtiyac qalmayacaq. Qapı da təmiz qapıdır. İçəri hissəsi də 100% rənglənəcək. Və əlavə heç bir zədəsi olmayan bir qapıdır. Salonda mütləq ki bir ximçiskaya ehtiyacı var. Damda fikir versiya ləkələr var və sidinyalarda da yığılacaq.
İndi növbəti mərhələ artıq biz gedirik nömrə almağa. Nəyə görə nömrə almağa? Çünki qarşıdan qeyri-iş günləri gəlir. Qeyri-iş günlərinə görə malyar işini bitirdikdən sonra 2 həftə qeyri-iş günləridir. Ona görə nömrəsiz qalmaq istəmirəm, maşını sürmək istəyirəm. Ona görə gedirik nömrə almağa. Nömrə alandan sonra isə növbəti mərhələ gedirik malyarın yanına, hacının yanına. Sənədləşmədə son tamamlanma işlərini gördük. Nömrəmizi aldıq və gəldik malyara. İndi maşın gəlir, evakuatordadır. Gördüm, keçdi o tərəfə. 2-3 günlük belə malyar işləri qalıb. Ondan sonra demək olar ki, işlərimiz yekunlaşır. Xırda nüanslar var, aksesuarlar falan var. Onları yerləşdirmək lazım olacaq. Onları da ayrıca mən sizə video ilə bölüşəcəm. Hazırda maşınımız gəldi. Bax. Nömrəmiz də üstündə. Gəldik. 3 detalımız rənglənəcək. Deməli, gəlin detalları göstərim. Qapı sözsüz ki, rənglənəcək və qapının ən vacib nüansı. Necə? Ümumi, tam söküləcək də. Tam söküləcək. Hacı deyir, tam söküləcək. İç hissəsi də rənglənəcək. Çünki qara qapıdır. Tam olaraq iç hissəsi rənglənəcək. Bu hissə rənglənəcək və arxa krıla bizdə rənglənəcək və bir nüansı da burada gördük. Maşını yuduzdurandan sonra bizim buferdə zədələnib, müəyyən zədələr var burada da və buferdə yarı hissədən zədələndiyinə görə rənglənəcək. Baxın, buradan da zədələr var, ona görə orada rənglənəcək. 3 detal. Arxa qapı, krıla və arxa bufer. Hacı bunların hamısını həll eləyəcək inşallah. 3 detal. Qapı, krıla, arxa bufer. Əllərindən öpər. Qabaq buferdə xırda bir məsələdir. Qabaq buferdə göstərim o xırda məsələ nədirsə. Burada yükləmə boşaltmada olub, ya nədə olubsa fikir verirsiniz. Bir bura dəyib, bir də bu hissə dəyib. Xırda bir hissədir. Yəni onu da Narzday həll eləyəcək. Burada skot izləridir. Bunlar xüsusi maddə var. Onların həll olacaq. Evə gedə-getdə başlayıb işləməyə artıq. Yəni, maşını götürəndən sonra da detallı sizlərlə bölüşəcəm. Bir də rəng çıxartmaq üçün belə əzik qapımızdan kusok götürdük biz. Eyni rəngi götürəcəyik biz bundan. Kolorist birə-bir rəngi çıxartsın deyə. Çünki bunların rəngləri biraz xamilyon kimidir. Günəş olanda qəhvəyi formasında olur. Kölgə olanda, baxın, göy formasını. Yəni, bu formada belə rəngi dəyişə bilir. Ona görə koloristin yanına birbaşa özünüz getməyiniz məsləhətdir. Bu formada, baxın, bizdə benzin qapağı olmadığına görə adətən güzgü qapağını göndərirlər. Bu da plastik olduğuna görə müəyyən qədər ton fərqi eləyir. Ona görə məsləhət ki, ya maşın özü getsin, ya da detaldan bir hissəni götürüb aparmaq lazımdır. Belə, maşının qalan bütün hissələri tərtəmizdir. Deməli, son hazırlıq işləri artıq görülür. Gördüyünüz kimi qrunt vurulub artıq. Demək olar ki, hazır vəziyyətdədir. Bugün artıq rəngə tam olaraq hazırlanacaq. Bu qapımız tam olaraq rənglənəcək. Bu hissəyə rəng keçməyəcək. Bir də arxa qanad. Həmçinin bu içəri hissəni də görürsünüz. Bu formada qruntlanıb bu hissədə rənglənəcək. Və qapımızın içi də artıq tam sökülüb. Qapımızın içi də tam rənglənəcək. Baxın, bu formada işlərimizə az qalıb. Arxa buferdə hazırdır. Gəlin, arxa buferdə göstərim mən sizə. Hələ qabaq buferdə hələ xırda bir işimiz. Buna böyük ehtimal ki, əl vurmayacam. Bu hissəyə kiçik bir rəng yəqin ki, dəyəcək. Bu da arxa buferimiz. Arxa buferimizdə görmüşdünüz də bu hissədə cızıqlar var idi, zədələr var idi. Ona görə tam olaraq söktük və arxa buferimiz də bu hissədə salamatdır. Ancaq yenə də ümumi olaraq rənglənəcək arxa bufer. Yan otaqda, yan boksda bir kamera var. Oranı da göstərəcəm sizə. Həmin kamerada rənglənəcək mütləq şəkildə. Çünki orada belə desək, rəng aparatları tamamilə fərqlidir. Ona görə daha dəqiq və daha səliqəli rəng çıxır. Və əməliyyat
dostlar, qaranlıqdır. Ancaq indi işıqlığa keçəcəyik. Maşınımız artıq rənglənib və rəng kamerasında rənglənib. Gəlin sizə necə birinci dəfə görürəmsə, birinci dəfədə sizə göstərirəm. Ustamız. Bax, sizinlə bir yerdə mən də bu dəqiqə baxıram maşına. Bu qapımız ayrıca rənglənib burada. Bu arxa krılamız. Bu hissədə podnoşkamız. Maşın yəqin ki, sabaha buradan çıxacaq. Növbəti mərhələlər də davam edəcək. Bu da buferimizdir təbii ki. Belə, növbəti mərhələyə də inşallah başlayırıq yığmağa. Beləliklə dostlar, maşını gətirmişik yenidən Bəxtiyar ustanın yanına. Çünki maşının malyar işindən sonra demişdi ki, digər bütün işlərini mən görəcəm. Yəni, arxada gördüyünüz bütün bu aksesuarların yerinə bağlanmasını hər birini Bəxtiyar usta eləyəcək. İnşallah növbəti gün artıq avtomobil tam olaraq hazır olacaq. Biz Bəxtiyar ustadan artıq avtomobili tam hazır vəziyyətdə götürəcəyik.